qadı bak, bu gördüğünüz vətəndaşlar hamısı burada işləyib gəlib acağına yatırlar. Maaşlı basıqlarında pulumuzu da işləmişdik. Vermirlər, mənlə danışıqları olur ki, bu hamamlıqlar ona ki, pulumu verirlər. O da Sədə bəylə gəlmişdir, müharibə veteranıdır. 44 günlükdür, vuruşlu aldı, həmin hazırlıqda xidmət edən olub. İstəyirində də pulu tələb edib ver. Kimə müraciət elə, kimdən? 2 ayda evimizdən çıxmışıq, bax buradakilərin hamısı ailə uşaq sahibidir. Gəlmişik bu torpaqlar şəhidlərin, qazilərin qan bahasını alır. Biz də gəlmişik o torpaqları dirçəlməyə, dirçəlmişik, gecə, gündüz işləmişik, amma 2 ayda biz pul ala bilmirik. Ondan əlavə də bir nəfər rəhbərlik qarşımıza çıxmır. Prolar yerində şirkətlər çıxsın bu işçilərin qarşısına. Desin ki, ay cəmaat, bax sizin işləmişsiniz bu qədər pul, bir nəfər yoxdur. Yəni şirkət olaraq Proloyun MMC, elədir mi? Heç birinin üzünü görməmişik, indiyənə kimi heç hansı gəlib bir dərdimizdən, sərimizdən maraqlanmayıblar. Nə yeyirsiniz, nə içirsiniz, vəziyyətiniz nətəridir? Üç qadı bak, bu gördüğünüz vətəndaşlar hamısı burada işləyib gəlib acağına yatırlar. Kardeş, burada Allah şəhətdən bölünməkdəsin. Veteranlı qazilərə can sağlıqsın. Bu torpağı alıp da gəlmişik, Allah uğraşır. Biz də gəlmişik, işləmişik, indi haqqımızı kimdən tələb eləyə tapa bilmirik heç kimi. Sözümüzü kimə deyək? Allah işləyirik. Həndiniz yox sakinləri. 3 gündür dərsizdik. Yolun ardın gəldi. Bax, anamız yaşlar. 60'dan çok yaşı var. O bizim karşımıza ne bulsun? Belə şey olmaz axı. Bu insanların haqqın, hüququn tapdalamağı heç kəsin ixtiyarı yox. Heç kimə də o haqq verilmirdi. Allah'ım da bak, 2 ay yanımda maaş aladım ben. Özümün de kreditim var. 2 ay yanımda ben kollarımda odun daşıyıram, su daşıyıram. Gətirib bunları gözəl yeməklərim, onları pişirirəm. İndi 3 gündə heç nə yoxdur. Bak bunlar hamısı gelir işleyip açsız da gelirler. Yaman çürüyen insan olmuş. Ve bu gelip simentle güneşir, taşla, kayayla. Bunların davanda ben dura bildirəm. Andolsun Allah'a xəcələt çəkilir. Bak bu yaşında, bu çağında 2 şəhərdə yazıyır. O şəhərin qanları benim bağlarım daşıyır. Bunu mənim hörmətim. Qolumda su daşıyıram, qolumda odun daşıyıram. Bu adamları koymamışam ki, hiçbir şeyden korluq çəkərlər. İndiyə qədər 1-3 gündür çətinlikdir. Axtalımızı vermirlər ki, mən deyirəm kreditimə deyəm. Ac qalan uşağıma mən çörək göndərəm, çörək pulu verirəm. Əlacım kəsilib gəlib bu dağlara, daşlara düşmüşəm ki, uşağıma çörək pulu qazanam. 2 ay yarımda pul vermir. Mənim uşağım 3 dənə uşağı özü ilə 4 bir də bahisi götürüb gelib hər gün onun qapısından dursun Allah'a qalırlar. Bir para çörəyin ucundan. Bu da mənim hörmətim.